Getdik. Mətnin görünüşünün böyüdülməsi və kiçildilməsi üçün hansı lent qrupundan istifadə olunur? Mətnin görüntüsü deyəndə uşaqlar biz nəyə başa düşürük? Bunun zoomu, yəni yaxınlaşdırma, uzaqlaşdırma. Bu Word-dən danışır deyə biz Word-ə giririk birinci. Mən sizə göstərim. Word-ə daxil olanda burada View tabı var, View tabı və View tabında burada yaxınlaşdırmaq, uzaqlaşdırmaq, yəni görünüşləri və zoom burada göstərir. Və bunları belə yaxınlaşdırıb uzaqlaşdıra bilir. Normal zoom 100%-dir. Yəni standart zoom 100%-dir. Word-də zoomun faizi 10-la 500% arası dəyişir. 10-la 500% arası dəyişir. Excel-də demişdik ki 10 400, PowerPoint-də də 10 400. Sadəcə bax Excel-də də, Word-də də belə deyək də. Bu Word-dədir. Bu Excel-dədir. Bu Power-dədir. Sadəcə PowerPoint-də slide sorter rejimində, slide sorter, onda 20-200 olur. Amma normalda 14. Və bunu deyək, görüntüsünü deyək, yaxınlaşdırmaq, uzaqlaşdırmaq hardan ola bilər? Zoom-dan. Gəlin baxaq görə cavab nə olacaq? Birinci olacaq cavab B variantı. Window lent qrupu deyəndə, Window lent qrupunda burada görünüşlərdir. Yan-yana görsənəsi falan filan bunlardır. Showland qrupunda məsələn biz nəyə görə bilərik? Xəttkeşin aktiv olunmamağını, grid lines xəttlərin aktiv olub olmamağını, naviqasiya panelinin aktiv edib eləməməyi bunlar da Showland qrupunda görsənir. Bu Viewland tabıdır, Showland qrupudur. Yəni burada bizləri göstərir. Arrangeland qrupu, baxaq görə bunlar heç view-da yerləşirmi? Baxırıq ki, Arrangeland qrupu harda yerləşirmiş? Layout lent tabında yerləşir. Və bu dediklərimiz də buradan məlumatlarınızı artıq sizə bilərsiniz, öyrənə bilərsiniz. Yəni, bax, bunların hamısı buradan tapıb, lent tablarımızı, lent qruplarımızdır. Burada hamısı qeyd olunub və buradan məlumatlar hamısını oxuduqca biləsiniz. Gəlirəm, burada cavab nə olacaq uşaqlar? B variantı. Gəlirəm, nida simvolu istinadı zamanı istifadə olunur Excel-də. Nida simvolu deyəndə baxıram ki, mən Excel-ə daxil olanda belə bir şey var. Excel-də işarələr var ki, bu işarələri biz əzbərə bilməliyik. Bunlar hansı işarələrdir? Bax, ünvanlanma işarəsi dollar işarəsidir. Nisbi ünvan, mütləq ünvan bu dollar işarəsi vasitəsilə həyata keçirilir. Əgər mən bir şitdən digər bir şitə istinad edirəmsə, yəni bərabərdir yazıramsa, bu bir şitə keçirəmsə, bu bir şitdən nəsə seçirəmsə, arasında görürsünüz nə baş verir? Bax, gördünüz nə yarandı? Nida işarəsi. Deməli, nida işarəsinin yaranmasına səbəb nə imiş? Mən bir şitdən, yəni bir iş vərəqindən neyniyəndə eyni bir cədvəl müxtəlif sətirlərdə bir iş vərəqindən müxtəlif xanalara, bir iş vərəqinin müxtəlif cədvəllər arasında, eyni bir cədvəl müxtəlif sütunların müxtəlif iş vərəqlər arasında. Cavab nə olacaq? Y variantı. Nəyə görə? Çünki mən neynədim artıq? Bu bir işdən bu bir işdə keçəndə arasında nida işarəsi yaratdım. O da deməli cavab nə olacaq? Y variantı. Gedir eyni slaydda mətnlərə eyni animasiya effektlərini vermək üçün nə olmalıdır? PowerPoint-dir. Və tutaq ki, biz PowerPoint-a daxil oluruq. PowerPoint-a daxil olanda biz bilirik ki, burada nələrimiz var və bura yazı yazmışıq. Mən bunların hamısına istəyirəm ki, eyni şeyləri tətbiq edeyim. Eyni animasiyanı tətbiq edeyim buna da. Və yaxud da burada da fərqlisi var. Bunu ya belə eləyə bilərəm. Transitions Animations menüsü var da. Bunu tətbiq eləyəndə gördünüz bu hamısına eynisi tətbiq olundu. Nəyə görə? Çünki bunları mən üçündə nəyə yazmışdım? Bir text boxun, yəni bir qutunun içərisində qeyd eləmişdim. Ona görə də ki, mən bunu seçəndə artıq bunu float in animasiyasını seçəndə hamısına eyni animasiya tətbiq olunmuş oldu. Deməli, eyni slayda mətnə eyni animasiya effekti tətbiq eləmək üçün deməli, mətnlər nə olmalıdır? Eyni mətn qutusunda yazılmalıdır. Cavab nə olacaq? B variantı. Gəlirəm 24-cü sual. 24-cü sualda bizə nə deyir? Deyir, sənədə izah edici qeydlər əlavə etmək üçün hansı lent tabından və hansı lent qrupundan istifadə etmək olar? Biz gəlirik, sənədə izah edici qeydlər deyəndə, yəni kommentariyalar deyir. Cədvələ kommentariyanı vermək üçün, baxın, biz misal üçün ümumi olaraq Power-də də belədir, şeydə də belədir, Word-də də belədir, söhbət Word-dən gedir. Bunlar iki hərfdən verilə bilir. Bir review-dan comment bölməsindən new comment və belə izah edici qeydlər və yaxud da ki insert-da comment.
belə verilə bilər. Həm kommentariya, həm insertdə var, həm də harda var? Reviewdə var. Deməli, bizdə baxırıq, home-da deyil, insertdə dedik, home-da da deyil. B-də nə deyir? Reviewdə proofing. Reviewdə proofing-də deyil axı. Reviewdə hardaydı? Elə comment lent qrupunda yerləşir. Bu da səhvdir. Insertdə page. Insertdə page-də deyildi. Axı hardaydı? Comment lent qrupundaydı. Deməli, C də səhvdir. Cavab nə qaldı? D variantı. Gəlirəm 25-ci suala. 25-ci sualda bizə deyir ki, təqdimat proqramı hansı məqsədlə istifadə edilir? PowerPoint proqramı. PowerPoint, Movie Maker, bunlar hamısı təqdimat tipli proqramlardır. Tətbiqi proqram paketinə, tətbiqi proqramdır. Və bunu biz hansı məqsədlə istifadə edirik? Slaytlar nə zamanı? Nümayişlər zamanı. Yəni slayt yaradılır da buradan. Cavab olacaq nə variantı? C variantı. Gəlirəm 26-ya. 26-da bizə nə deyir? Deyir, aşağıdakı hökmlərdən hansı doğrudur? Hansı doğru hökmdür? Biz baxırıq. Gətirik, video yaddaş xarici yaddaşa daxildir. Video yaddaş xarici yaddaş deyil. Video yaddaş nədir? Daxili yaddaşdır. Əvvəlcə BIOS, sonra əməliyyat sistemi yüklənir. 2 düzdür. Əməli yaddaş enerjidən asılıdır. Bəli. Əməli yaddaş enerjidən asılı olan yaddaşdır. 2 ilə 3 düzdür. Biz variantlardan hansı çıxmalıyıq? 2, 3 düz olan bu var. Bir D var, bir də Y var. Digitizer verilənlərin saxlama qurğusudur. Xeyr. Digitizer giriş qurğusudur. Giriş qurğusu, periferiya qurğusudur. Digitizer periferiya qurğusudur. Yəni belə deyək də, giriş qurğusudur. Ona görə 4 səhvdir, cavab qalacaq bir dənə Y variantı. CMOS, keş yaddaş enerjidən asılı olmayan yaddaşdır. Bəli, düzdür. CMOS deyirəm. CMOS yaddaş enerjidən asılı olmayan yaddaşdır. Bəli. Çünki ROM-un içərisində olurdu CMOS və dedik ki, bu nədir? ROM-un özü də enerjidən asılı deyil. CMOS da enerjidən asılı olmayan bir şeydir. Yəni biz də CMOS-un nə olduğunu bilirik. Tarix, vaxt konfiqurasiyaları neyini özündə saxlayır. Deməli 6 düzdür. 5 niyə səhvdir? Yazıb ki, keş yaddaş böyük tutumlu, aşağı sürətli yaddaşdır. Keş yaddaş biz bilirik ki, sürəti daha böyükdür, amma tutumu aşağıdır. Yəni yerlərini qarışıq yazın. 5 də səhvdir, cavab qaldı burada Y variantı. Gəlirəm 27-yə. 27-də bizə nə deyir? 27-də deyir ki, verilmiş cədvəl fraqmentinə əsasən AUC xanasının nəticəsini müəyyən edin. Sonra average deyəndə ədədi ortadır. Ədədi ortanı tapmalıyıq. Biz gəlirik, baxırıq. Minimum A1-dən C2-yə. A1 burada başlayır, C2 burada bitir. Buradan bura qədər minimum rəqəm gəlin baxaq görək neçədir. Burada biz 2-ni götürənməliyik. Çünki 2 nədir? Mətn tipli məlumatdır. Biz rəqəm deyirik. Çünki 2-nin yanında belə şeylər var axı. Necə deyək? Dırnaqlar var. Bu artıq mətn tipli məlumat hesab olunur. Minimum A1-dən C2-yə qədər olan hissədə minimum rəqəm artıq 4-dür. Maksimum B1-dən C2-yə. B1-dən C2-yə budur. Yəni buranı nəzərdə tutur. Arasında qoşu nöqtə var. Maksimum da burada rəqəm 10-dur. Deməli 4-dür, bir də 10-dur. 4 ilə 10-un ədədi ortasını tapmalıyam. Mən nə edəcəm? 4 ilə 10-u toplayacağam. Böləcəm nəyə? 2-yə. Cavab nə olacaq bizə? 7. Cavab olacaq nə variantı 27-də? C variantı. Gəlirik bura 28-ə. Video sistemin hansı komponenti kompüter qrafikasının imkanlarını müəyyənləşdirir? Video adapter. Video adapter, video kart, belə bir sözlər də deyilə bilər. Video sistemdə belə deyək də, qrafik imkanları odur ki, misal üçün, təzə kompüterlərdə bəlkə görmüş olarız, RTX 3050, 4050, 5050, 5060. Bu qrafik imkanlarını genişləndirmək üçün daha çox gaminglə məşğul olan adamlar istifadə edir. 28-də cavab olacaq D variantı. HTTP protokoldur. Hansı protokoldur? Biz HTTP deyəndə hansı protokolu nəzərdə tuturuq? Hipermətn protokolu. Gəlin görə biz hansı protokolları başqa tanıyırıq? Misal üçün FTP protokolu var da, düzdürmü? Həm internet xidmətdə, həm də protokoldur. File transfer protokol. SMTP. POP3. Bu protokolların da adını eşitmişik də, düzdürmü? SMTP ilə POP3 İkisi də elektron məktubla bağlı bir şeydir. SMTP belə deyək də, elektron məktubun göndərilməsi. Tələbə hardan bilməlidir göndərilmə? SMTP-də T hərfi var, transfer. POP3 də həmin elektron məktubun qəbul edilməsi. Bax, belə bir şeydir. TCP/IP, baza protokolu. Bax, belə bir protokolumuz da var. TCP/IP.
Baza protokolu da deyəndə bunu nəzərdə tuturum. Yəni çox uzatmıram, cavab Y variantıdır burada. Gəlirəm 30-cu suala. 30-cu sualda bizə nə deyir? Halqavari topologiyaya aiddir. Biz halqavari topologiya deyəndə nə idi? Belə bir forma olur da, düzdürmü? Yazılıb ki, istənilən zaman anında yalnız bir kompüter digər siqnalları ötürə bilər. Bir dəqiqə bunu da götürək buradan. İstənilən zaman anında yalnız bir kompüter digərinə siqnal ötürə bilər. Bunu hələ ki bir dənə baxarıq, saxlayaq. Verilənlər bir istiqamətlə dairə üzrə bir kompüterin digərinə ötürülür. İki düzdür. Konkret oxuyan kimi görürsən ki, verilənlərin bir istiqamətdə dairə şəkildə olur deyə. İki düzdür. Bütün kompüterlər bir kabelə qoşulur. Bir kabel tərəfindən qoşulma bu şeydə var idi da. Nədə onun adı? Şin topologiyasında. Üçü buradan hələ ki saxlayaq. Hər hansı bir kompüter sıradan çıxması şəbəkənin içində təsir eləmir. Burada halqavari topologiyada təsir edir. Yəni 4 səhvdir konkret. Çünki biri sıradan çıxsa, artıq hamısı bir-birinə bağlıdır axı. Hamısı sıradan çıxmış olacaq. Kompüterlərin birinin sıradan çıxması şəbəkəni sıradan çıxarır. 5 konkret düzdür. Deməli, istənilən zaman anında yalnız bir kompüter digərinə siqnal ötürə bilər. Bu yanlış fikirdir. Doğru fikirlər hansıları imiş? Verilənlər bir istiqamətdə dairə üzrə bir kompüterdən digərinə ötürülə bilər və kompüterlərin birinin sıradan çıxması şəbəkənin işini dayandırar. Yəni cavab olacaq Y variantı. Gəlirəm 31-ci suala. 31-ci sualda bizə nə deyir? Kompüterin strukturu, sistem interfeysi, kompüter arxitekturası. Biz bunları hardan bilə bilərik? Məsələn, kompüter arxitekturası deyəndə Neyman arxitekturası yadımıza düşür. Sistem interfeysi deyəndə mərkəzi hissə ilə periferik hissəni əlaqələndirən nəzərdə tutulur. Və burada bunların tərifləri var. Gəlin baxaq. Kompüterin strukturu. Kompüter strukturu ondan ibarət ki, kompüter müəyyən bir səviyyədə tərkibini, qurğular, bloklar, qovşaqlar və onlar arasında əlaqələri yaradır. Birə D variantı düzgün gələcək. İkinciyə, sistem interfeysi. Burada sistem interfeysi biz bilirik ki, bir dənə mərkəzi hissə var, bir də periferik hissə var. Bu ikisinin arasında bir dənə belə qurğu yerləşir. Bu sistem interfeysidir. Kompüter qurğular arasındakı əlaqələrin və onlar arasındakı informasiya mübadiləsinin təmini, bəli. Burada bu sistem interfeysinin tərifi ola bilər. Kompüter arxitekturası. Kompüter arxitekturası. Kompüter arxitekturası da Neyman arxitekturasını deyilir və bu kompüterin tərkib hissələrinin hansı qaydalar və hansı qanunlar əsasında öyrənilməlidir, onu təyin edir. Burada da cavab olacaq, baxaq görək, Y variantı. 1-ə D, 2-yə A, 3-ə də Y variantı. Struktur deyəndə dedik, nəyə nəzərdə tuturuq? Tərkibini və onlar arasındakı əlaqələri, sistem interfeysi, əlaqələrdə və informasiya mübadiləsinin təmini, kompüter arxitekturası da hansı qaydalarla əlaqələndirilməlidir. Gəlirik bura. Yazıb ki, 32-ci suala səhifə 1-dən başlayaraq nömrələnmiş 50 səhifədən ibarət kitab çapı aşağıdakı parametr əsasında göndərir. Printerdə cəmi 5 ədəd A4 vərəqi olarsa, çap olunacaq səhifələrin nömrələri hansılardır? Aha, bu bir balaca sualı baxaq. 5 dənə deyir A4 vərəqi var. Çap olunacaq səhifələrin nömrələri hansılardır? Sonra baxıram uncollected. Yəni neyniyəcək? Birinci bir-bir çıxardacaq. Yəni belə deyək də. Məsəl üçün 3 yazmışam. Burada collected olsaydı, demək burada hansı vərəqlər? Birinci bir dənə belə buradan başlayaq. Burada hansı vərəqlər çapdan çıxa bilər? 1, 4-dən 6-ya 4, 5, 6 nəzərdə tutulur. Bir də 8-dən 10-a, yəni 8, 9, 10-cu səhifələr çapdan çıxacaqdan normaldır, düzdürmü? Və bu səhifələrdə burada qeyd olunur. Burada hərəsindən 3 dənə, 5 dənə deyir A4 vərəqi var. Deməli, birinci uncollected-dir. Mən bundan birinci 3 dənə biri çıxardacağam. 1, 1, 1. Sonra keçəcəm ikinci çap olunacaq rəqəm. İkinci çap olunacaq rəqəm 4-dür. 4, 4. Mən artıq buradakı 4-ü çap eləyə bilmirəm. Çünki artıq 5-ci vərəqim yoxdur axı. 6-cı vərəqim yoxdur axı. 5 dənə vərəqdir. Deməli, 3 dənə 1, 2 dənə 4. 3 dənə 1, 2 dənə 4 də D variantıdır. Bir deyəcəklə, bax, uncollected deyir. Uncollected deyir deyə, mən bunu belə deyək də, necə çap eləyəcəm? Tək-tək, birinci birləri kopisinin sayına vuracağım. Məsəl üçün, 3 dənə 1. Sonra baxacağım ki, ikinci çap olunacaq rəqəm 4-dür. Sonra 4 dənə 3.
3 dənə 4 daha doğrusu. Sonra 3 dənə 5, 3 dənə 6, 3 dənə 8 belə-belə. Ardıcıl çıxartmayacağam. Uncollected deyirdi, qayda bu cürədir. 3 dənə 1, bir də bunlar çap olunacaq. Əgər yox, collect desəydi, yəni 1, 2, 3 formatlı çap desəydi, gətirəcəkdi, onda belə eləyəcəkdi, bax. 1 çıxacaqdı çapdan, 4 çıxacaqdı, sonra 5, sonra 6, sonra 8. Bu vərəqlər çap olunacaqdı. Collected desəydi, ardıcıl çıxardır axı. Birinci bunlar çap olunacaqdı. Birinci bax, 1, 4, 5, 6, 8. Bu vərəqə düşəcəkdi, 5-ci vərəq. Belə çıxacaqdı. Görürsüz C variantı kollektiv vəziyyətinə uyğundur. Amma D variantı unkollektiv. Yəni doğru cavab D variantı. Gəlik bura. Eyni adlı və eyni tipli iki faylı kompüterin yaddaşında misal üçün saxlamaq olarmı, yoxsa yox? Biz tutaq ki, götürüb ekranda iki dənə eyni fayl yaradan varam da. Tutaq ki, bura book1 varsa, bir dənə də book1 yaradan varam. Amma bunları nə edə bilərəm? Ayrı-ayrı şriftlə yox, ayrı-ayrı qovluqlarda saxlaya bilərəm. Yəni desktopun bir qovluğunda book1-ni saxlayaram, digər qovluğunda da book1-in birini saxlayaram. Yəni ayrı-ayrı qovluqlarda bu faylı saxlamaq olar. Yəni ekranda. Yəni durub amma mən bir dənə də book1 sənədi yaratmaq istəsəm yaranmayacaq. İstəyirsiniz yoxlaya da bilərik. Yəni, bunun bir dənəsində şey yaratmaq istəsəm, new folderdan, tutaq ki, təzə bir səhifə adını book1 kimi yaddaşa verim, alınmayacaq. Bu da B variantı doğru cavab. Gəlirəm 34-ə. Aşağıdakı formatlaşdırma elementlərindən hansılar sənədin yuxarısı e, yazıb ki, hansı sənədin yuxarısında yerləşən səhifə nömrələməni tətbiq eləyə bilər? Qoy görək, qoy görək, qoy görək, qoy görək. Aşağıdakı formatlaşdırma elementlərindən hansı sənədin yuxarısında yerləşən səhifə nömrələməsinə tətbiq oluna bilər? 34-də. 34-də gəlin baxaq. Word-ə girək, bir dənə belə eləyək. Insert. Page number, bottom of page. Bir dənə Excel. Buradan bir dənə bunu eləyək. Biz bunu görək nə edə bilirik. Variantlarda nə deyir? Sualı başa düşməliyik. Səhifənin aşağıdakı formatlaşdırma elementlərindən hansılar sənədin yuxarısında yerləşən səhifə nömrələrinə tətbiq edilə bilər? Bold, font color, font size. 2 olar. Hə. Bax, burada belədir. Burada belədir. Yəni burada Honda, Bold, italik, yəni bu deyir səhifə nömrələrinə tətbiq oluna bilər. Yəni bunlar səhifə yuxarıdan nömrələmişəmsə bunları bu qaydada və yerlərini də dəyişdirə bilərəm. Demək, paraqrafda spacing, line spacing. Bold tətbiq oluna bilər, italik tətbiq oluna bilər, font tətbiq oluna bilər, font color, font size. Color, rəngini görə dəyişə bilərik buradakını. Dəyişə bilərik, arxa fonu rəhləyə bilərik, bunları eləyə bilərik. Sonra paraqraf dialoq pəncərəsində yerləşən line spacing. Bu Excel-də deyil, yoxsa Word-də deyil. Line spacing. Spacing ara məsafələr. Burada spacing, buradan tətbiq edə bilərik. First line boşluqları təyin eləmək olar, sağ solda. Bunlar da təyin oluna bilər paraqrafdan. Bir də text alignment, borders və shading. Borders və shading. Bu hansı səhv gəlir ki? Birdə nə deyir? Format şey. Format şey fiqur əlavə eləməkdir. Bu səhvdir. Wrap text də başqa şeydir. Wrap text mətni necə deyək? Alt-alta yazmaqdır. 2, 4, 5-dir cavab. A variantı. A variantı olacaq. Çatdıram 35-ə. 35-də nə deyir? Deyir, servis proqramlarına aiddir. Tətbiqi proqramlar iki yerə bölünür də. Baza, bir də servis tərəfinə. Baza proqramlarına əməliyyat sistemləri, əməliyyat örtükləri, bir də şəbəkə əməliyyat sistemləri B variantı aiddir. Amma servis tərəfinə utilitlərin antiviruslara aiddir. Yəni A variantı. Gələm 36-ya. Count A1-dən A6-ya, A1-dən A6-ya olan hissədə rəqəmlərin sayı 1, 2, 3 dənə.
Average A1-dən A6-ya. A1 burada başlayır, 6 burada bitir. Rəqəmlərin ədəd ortası. Burada eləyəcək 25, 36 2-yə böləndə 12. Len A3. Len simvolların sayıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. Səhv hesablanmadıqsa. Aha. Sum B1-dən B3-ə. B1 harda başlayır? Burada 3, 12, 12, 24, 27, 27. Bu da belə. Deməli, uşaqlar, diaqram düzələndə, bu diaqram sualı məşhur sualdır. Diaqram düzələndə sənəd olur, belə deyək də, saat əqrəb istiqamətində. Yəni, birinci gəlməlidir 3, sonra gəlməlidir 12, sonra 12, sonra 27. Gəlin, baxaq görək bunlardan hansı ola bilər. 3, yəni ikinci ilə üçüncü bir-birinə bərabər olmalıdır. Yəni, C variantı konkret səhvdir, D variantı da səhvdir. Burada E variantı da səhvdir. Burada üçlər. Bir dənə qalıram A ilə B arasında. Hə, indi burada bir balaca riyaziyyatımız lazımdır bizə. Nə cürə? Deyir ki, 3, 12, 12, 27. 3, 12, 12, 27. Sizcə cavab burada hansı olacaq? A olar, yoxsa B olar? Biz baxsaq ki, burada 20%, 20%, 10%. Bir dəqiqə, 20, 54, 54, 3 bölək 54, bıraq 100, bu aparsam 2-yə, 2 aparsam burada qalır 27, burada qalır 50, 27, 50, burada 1, 9, bunun da bu gedəndə qalır 9, 5-dən nə qədərsə, 5-dən nə qədərsə, yəni təxmini 6%. Uşaqlar, cavab olacaq A variantı. Müəllim, niyə A variantı? İndi burada sizin riyaziyyatınız biraz lazımdır bizə. Burada 3, 12, 12, 27 aldıq, düzdür? 3 bu rəqəmlərin neçə faizdir, nətər tapıram? 3-ü bölürəm nəyə? Bunların ümumi cəminə, yəni 54-ə, vururam nəyə? 100-ə. Düzdürmü? Bunu da eləyəndə burada təxmini 5 tam nə qədər salınır? O da 6% eləyir. Yəni birinci 6%, sonra 22%, 22%, sonra 50% gəlməlidir. A variantı olacaq. Gəlirik bu psinə. Raster təsvirləri vektor təsvirlərinə çevirən proqramlara nə deyirlər? Vektorizator. 2 dənə vektorizator proqramlarımız var. Adobe Streamline, bir də Corel Trace. Adobe Streamline, bir də Corel Trace. Bunları qeyd edin uşaqlar. Mən burada qalmasın. Videosunu atacağım, qəbulu bunu atacağım. Evdə üstünə bir də baxın. Öz sınavı atacağım, bir də baxarsınız. Qrupa ki, rahat öyrənə bilərsiniz. Gəldik bura. Aşağıdaşların hansı relyasiya modelinin əsas elementidir? Relyasiya modeli deyəndə biz cədvəl nəzərdə tuturuq da, düzdür, relyasiya. Adi, misal üçün, Access-də də relyasiya modelidir, orada cədvəl tutulur, Y variantı. Gəldik bura. Unicode-da kodunda yazılmış mətni ASCII koduna çevirdə mətnin informasiyaları necə dəyişər? Misal üçün, kitab sözü Unicode-dadır, tutaq ki. Nə qədərdir? Unicode-da 10 baytdır da, hər simvol 2 baytdan hesablanır. Sonra bunu ASCII-yə çevirəndə bunu ASCII-yə çevirəndə bu 5 bayt olur. Əvvəl 10 bayt idi, sonra 5 bayt oldu. Nə qədər dəyişdi? 2 dəfə azaldı. Yəni D variantı. Başa düşdünüz də bu asan sualdır. Kitab sözü 5 bayt ASCII-dədir, 10 bayt Unicode-dadır. Unicode-dan ASCII-yə keçəndə nə olacaq? 2 dəfə azalacaq. Gəlin bura. RTF genişlənməsi hansı proqramlara aiddir? RTF WordPad-dir. WordPad-a aiddir. Notepad-də TXT-dir. Notepad-də TXT-dir. Paint-in uzantısı BMP-dir. BMP-dir. Bu da səhvdir, bu da səhvdir. Word-lə WordPad-ə. Word-in içində də istifadə oluna bilər. Yəni, elə bil, Word-dən fərqi odur ki, Word-də daha imkanlar daha genişdir. Ona görə Word-dən istifadə olunur. Amma WordPad daha azdır. İstifadə imkanları daha aşağıdır. Onluq say sistemində verilmiş ədədlərin hansından ikilik say sisteminə keçirdikdə sıfırların sayı birlərin sayından 2 dəfə çox olar. İndi oturub bunların hamısını onluqdan ikiliyə keçirməlisiniz. Gəlin baxaq. 42-ni onluqdan gəlin ikiliyə keçirdək. Mən öz yolumdan keçirdirəm. 2 üstü 5, üstə gələk 2 üstü 3, üstə gələk 2 üstü 1. Bunu sıralayıram. 1, 0, 1, 0,
5, 4, 3, 2, 1 dənə 0. Burada 3 dənə 0 var, 3 dənə 1 var. Bu səhvdir. 2 üstü 5, 32-dir, 8, bir də 42. 48 çevirirəm. 48 də qoy çevirim. 2 üstü 8, 2 üstü 5. Üstə gələk. 32-nin üstə gəlirsəm 16 ilə 48 eləyir. 2 üstü 4. Burada eləyəcək 2 dənə 1, bir də arxasında 3. 3, 2, 1, 0. 4 dənə 0-dır, 2 dənə 1-dir. Sıfırların sayı, birlərin sayından 2 dəfə çox olar, 48 düzdür. 38 çevirirəm. 38 də belə olacaq. 38, 2 üstü, 5 üstə gələk. 2 üstü, bax, 38. Yəni ki, bu deməkdir ki, 2 üstü 5. Üstə gələk. 2 üstü 3 elədən 40 eləyir. 2 üstü 2. Bir də 2 üstü 1. Burada da haradasa 6 dənə rəqəm eləyir. 3 dənə 3 dənə aldı. Bu da səhvdir. 35, 4 yoxdur, 3 yoxdur, 2 var, 1 var, 0 var. Burada deyil. 29-u çevirirəm. 29-da da 29, 2 üstü 4 üstə gələk. 2 üstü 3 üstə gələk. 16 üstə gələk. 2 üstü 3, 16 üstə 8 gələndə nə qədər? 24. Üstə gələk 2 üstü 2, 28. Üstə gələk 2 üstü 1. Yox, 2 üstü 0. Bunu sıralayanda 4-dən 0-a 4 dənə şey eləyir. 1 eləyir, 2 dənə 0 eləyir. Burada da 4 dənə 1 eləyir. Birlənib burada da eləmir. Bu da səhvdir, bu da səhvdir. 34-də 34-ü keçirdəndə nə əsər olur? 34-də baxanda baxıram ki, 34 2 üstü 5 üstə gələk. 2 üstü 1-dir. Burada 2 dənə 1, 4 dənə 0. Bu düzdür. Burada 2 üstü 36, 2 üstü 5 üstə gələk, 2 üstü 2-dir. Yəni bu da düzdür. 2, 5, 6. Mənim yolumdan başa düşməlisinizsə, özünüz bir-bir bölməklə eləyə bilərsiniz, belə tapa bilərsiniz. Gəlik bu blok sxemə. Blok sxem nə boydadır? Dedik, imişliyə kimidir? Görək. -2, -1. -2, -1. X-ə -2, Y-dir. Z dəyişənin neçə qiyməti olacaq? X-ə -2 qoyanda. -2 kiçikdirsə sıfırdan. Sıfırdan kiçikdir, hə. Y deyir, sıfırdan böyükdürmü? -1, yox. Z dəyişəni neçə alır? 3. Burada heç uzun değilmiş. Üzrü sayın. Sıxırda bir şeymiş. Yoxluyusuz, həq olunlar. Şərt ödəməsi yox olunur. Burada cavabı verir bizə. Cavab 3-dür. Gətirik bura. Burada bizə nə deyir? Verilənlər bazası modeli haqqında verilən fikirlərdən düzgün olanını seçin. Obyekt-yönlü model özündə relyasiya və şəbəkə modelini birləşdirir. Bəli, düzdür. 4 cür var da. Hiyerarxik, şəbəkə, obyekt-yönlü, bir də relyasiya modeli. Hiyerarxik model qrafik diaqram, budaqlar mahiyyətinin tipini bildirir. Yox. Şəbəkə modeli relyasiya modeli kimi verilənlərdə cədvəl şəklində təsvirinə əsaslanır. Şəbəkə modeli relyasiya modeli kimi yox. Şəbəkə modeli fərqlidir. Obyekt-yönlü modeldə istifadəçi proqram və aparat anlayışları ilə birləşir. Hiyerarxik model qrafik diaqramda təpələrin mahiyyəti tipini bildirir. Və burada bayaq dediyi şey, bura budaqlar yox, təpələr aid olmalıdır. Burada cavab olacaq 1 ilə 5. Bu nəzəriyyədə oxuyarsınız, baxarsınız. Aksesin nəzəriyyəsi. Aksesə fikir verin. Aksesdə biraz belə şeylər çox olur. Bu da akses sualıdır. Burada nə deyir? Deyir ki, sorğu verilir. Sorğunun nəticəsini deyir tapın və ya. Burada mən bir dənə tuturam ki, monitorla Skyner 0-dır. Mən burada nəyi başa düşə bilərəm? Bunu diaqrama düzəltməlisiniz. Bir dəqiqə bunu kəsim. Snipping tool'dan. Belə olanda diaqramı düzəltməliyik. Baxaq. Bax, monitorla Skyner deyir kəsişmir. Biz onda 3 dənə diaqram düzəltsək, bax 3 dənə diaqramı kəssək buradan. 3 dənə diaqram. Bir dənə bu, bir dənə bu, bir dənə də bu. Deməli, monitor burada olacaq, Skynet burada olacaq. Çünki niyə? Monitorla Skynerin nəyi yoxdur? Kəsişməsi yoxdur. Printer də burada olacaq.
Printer deyir 84-dür, skaner 47-dir, monitor 19-dur. Monitorla deyir, printerlə monitorun kəsişməsi 12-dir. Bura 12-dir. Yəni bu orta 12-dir. Ortası 12-dir. Üçünün birləşməsi 120-dir. Pro 12-dirsə monitora neçə qalır uşaqlar? Monitor 12-dirsə monitora 7 qalır da. 7 ilə 12 monitora 19 edir. Monitorla printerlə monitorun ha. Scanner 47-dir. Scanner bax burada 47-dir. Bax bura var ya, bax bura. Bura 47-dir. Bura 47-dir. Bizə nə istəyir? Hə, bizdən elə buranı istəyir də, gözün görünür. Bizdən bunun kəsişməsini istəyir. Bax buranı deyir. Tək 47-dir. Printer 84-dür. Bura bir dənə x qiyməti versən. Bax bura bir dənə x qiyməti versən. Scanner olacaq nə? 47 çıxaq x. Və bura nə olacaq? 12x 84-dür də. 12-si var. X-i var. 84 olmalı, 3-ündə olmalıdır. Bu da haradasa 72 çıxaq x olmalıdır. 72 çıxaq x olmalıdır. Sonra yazıram. 7 üstə gələk. 12 üstə gələk. 72 çıxaq x üstə gələk. X üstə gələk. 47 çıxaq x bərabərdir. Üçünün birləşməsi 120-dir. 120-ni də buraya yazıram. Burada eləyəcək. Bu x ilə bu x gedəcək. Böyləcə 19 üstə gələk 72. Üstə gələk 47. Çıxaq x bərabərdir 120-yə. Bunu da tez bazar hesablayaq. Nə qədər eləyəcək? 119, 119, 138. 138-dən də 120-ni çıxanda 18. Cavab eləyəcək 18. Bax, yenə deyirəm, printerlə skanerin kəsişməsi yoxdur deyə bura şey yazıram da. Biləm ki, monitorla skaneri kəsişmir deyə monitoru bura, skaneri bura yazıram. Printer ortada dayanmalıdır. Və deyir ki, printer 84-dür. Bura 12-dirsə 2-nin kəsişməsi. Bura 7-dir. Bura x qoysan, bura 47 çıxar x olur ki, skanerin ümumi cəmi neçə eləsin? 47 eləsin. Bura 12, bura x-dirsə, 12 plus x bərabər olmalıdır. Hardasa, belə deyək də, printerə 84-də. Mən də 84 elə yazdım ki, 72 çıxaq x. 72 çıxaq x yazdım ki, 12, 72 çıxaq x plus x bərabərdir 84 eləyir. Bunlar üçünü toplayanda 120-yə bərabərləşdirsən, 120-nin qiymətini tapsın. Bunu baxarsınız özünüz bir dəfədə. Görün edə bilirsinizmi? Gətirik bura 45-ci suala. 45-də nə deyir? Qrafiki fayl. Qrafiki fayl deyirsə GIF, şəkil var. 1-ə C gələcək. 1-ə C. İkinci arxiv faylı. Zip, rar, jar, tar, zab. Bu şeylər varsa bunlar arxiv faylları gedir. Yəni arj, jar, yəni hardasa aynı anda buna aiddir. Səs faylları. Wave dalğa sözündən yadınızda saxlaya bilərsiniz. Bir də mid. Mid.at saytda belə bir şey sayt da var idi. Mahnı var. Mahnıdır uzantısı. B ilə D də bura gələcək. 1-ə C, 2-yə A ilə Y, 3-ə də B ilə D. Və bu da olacaq bu formada. Bir dəqiqə.